Salamlar, vaxtınız xeyir olsun. Mən Adgüzəl Lakşin, insan psixologiyası metodistiyim. Günümüzdə qlobal olan bir mövzu var. Deyilir, adətən insanlar işdə oturub iş axtarırlar. Çox gülünc bir haldır və hətta biabırçılığın ən pik nöqtəsidir. Sən işləyirsən, niyə iş axtarırsan? Bəs sualı. Maaş o dərəcədə qane etmir ki, bu adam məqsədsiz şəkildə girdiyi əksər insanların tikintini qutarıb başqa bir sahədədir və ya memarlıq başqa bir sahədədir, turizmdir, alış-veriş sahəsindədir, satıcılıqdadır. Və pərakəndə haldan sonra girilən bir işdə növbəti bir iş düşünülür. Yüksək maaşlı və bir növ loru dinləmək çox çobudur. Cəhənnəm olsun əşi, tüpürün belə həyatı deyib günü-günə satılan və başqa bir iş düşünmə prinsipi. Və nəticədə də hər hansı birini o işdən bu işə, bu işdən o işə gedilən zamanda təbii ki, bir gün ərzində 2-3 işdən söhbət gedir. Bədəndə yorğunluq olur və enerji olur 0. Və sən səhv həyat tərzi keçirirsən. Çünki beyin yükləndikcə yaddaşını da itirə bilərsən, psixi pozğunluq da yarana bilər. Çox travmatik, şok edici və beyinə təsir edən və hətta beynin funksiyalarını öldürən bir növ psixoloji xəstəliklər də yarana bilər. Ona görə hər zaman hər hansı bir iş edən zaman test olsun, müsahibəsi olsun, yaxud test müsahibədən də əlavə, test müsahibə heç yerindən olmasın. Şirkətlərə gedib imtahan verilir CV ilə. Sadəcə orada bir ümumi imtahan kimi gedir. Həmin şeydə çalışın diqqətli olun. Nə qədər ki, səhv etsəz, gedən təbii ki, vaxtınızdan və yaşdan gedir və hər yaşında müəyyən tipli planlar olur. 20 yaşın 20 planı, 25 yaşın 25 planı, yaxud 30-da da bir ayrı məqsədlər, hədəflər olur. Heç zaman yaşınızın əsas hissələrini çalışın itirməyin. İtirdiyiniz yaşın sonradan yaşın intiqamı sizdən çıxacaq. 30-40 yaşa qədər heç nə etməmisən, ondan sonra əziyyətdə həyat çəkəcəksən. İndi yığ topla ki, gələcəkdə hər hansı bir planlarını tətbiq etmək çətindir, yox, asan gəlsin. Bu qədər. Seanslarımız hal-hazırda aktiv şəkildə davam edir.